Bir zamanlar erməni ədəbiyyatını öz ədəbiyyatımızdan daha çox tərif etdiyimiz yaxın tariximizdən danışmaq istəyirəm. Əşi o vaxtlar Sovet vaxtı idi. SSR-i qardaş xalqlar təbliğatını zorla beyinlərə yedirtmişdi. Normaldır, deyənlərin səsini eşidən kimiyəm. Ancaq bu səs zamanında qırmızı şeytanın, xalqımızın yazar əhlinin qulağına fısıldadığı səslə eyni qaynaqdan bəslənir. Digər şeytani bir səs isə, əşi sən bugündən danış səsidir. Dünəni ilə hesablaşa bilməyən necə ola bilər ki, bugündən danışa bilər. Mühakiməsi edilməmiş keçmiş, bugünün və gələcəyin ən böyük canisinə çevrilər. Hələ bu keçmiş millətimizin aydınlarını məhv edən keçmiş isə. Bu kitab çap olunanda 1966-cı il idi. Stalin zülmü səngimiş, ancaq görünürdə daha mülayim, ruhunda isə min bir xəyanətin var olduğu insanlar və onlara yoldaş olan qələmlər törəmişdi. O törəmə qələm sahibi erməni ədəbiyyatı haqqında belə yazırdı. Erməni xalqının böyük arzuları, onun vətənpərvərliyi və qəhrəmanlığı yenə də folklorda öz əksini tapdı. Bu sözlər elə kitabın ilk səhifələrində yer alır. Kitab tarixin ən şanlı ədəbiyyatını əlinin tərsi ilə itib, açılışı erməni ədəbiyyatı ilə edir. Dostlar, 1 və 2-ci Qarabağ savaşının bizdə yaratdığı düşmən nifrətindən öncə başımıza daha çox şeylər gətirilmişdi. Daha çox itkimiz vardı. Bizlər böyük bir xalq ikən iki yerə bölünmüşdük. Qərbi Azərbaycan torpaqları dediyimiz İrəvanımızdan Azərbaycan türklərini qıra-qıra çıxardılar. 1905 erməni-müsəlman davası deyə olmazın xəyanətlərinə qurban gedirdik. 1918-ci ildə tarixin böyük qətliamlarından birinə biz də məruz qaldıq. Milli dövlətimizi əlimizdən aldılar. Repressiyalarda ziyalılarımıza içəridə işgəncə edənlərin çoxusu erməni idi. Ruslar israrla bu kirli markadan istifadə etməyi üstünlük verirdilər. Çünki türkə olan nifrətlərinə və xəyanətdə əllərinə su tökəcək heç bir millətin tay olmadığını çox yaxşı bilirdilər. Necə olur ki, erməni dastanı sayılan Sasunlu Davidə bəy tərifi edilərkən, qanımız, canımız, özümüz olan Dədə Qorqud dastanı qadağan edilirdi. Həm də ermənilərə və gürcülərə qarşı həqarət adı altında. Yaxşı, bəs necə oldu ki, bütün bunları unudub, yarım əsr keçmədən haylara bəy tərifi verəcək bir vəziyyətə düşdük. Bu qədər istirablı hadisələr silsiləsini hafizəmizdən necə silə bildilər? Necə qan yaddaşımızın üzərimizdəki hökmünə xəyanət edə bildik? Deyirsiniz yenə bugündən danışaq? Gəlin danışaq. 2 Qarabağ müharibəsini, Xocalı hadisəsi və şəhidləri ilə bərabər 2040 və ya 2050-ci illərdə unudub, yenə bəy tərifinə keçəcəyimizi desələr, hamımız etiraz edərik. Oysa yaxın keçmişimizdə biz bunu etdik, unutduq. Demək ki, keçmişin mühakiməsi şərtdir. Ona cəza vermək şərtdir. Verilən cəzanın nəsillər boyu qan yaddaşına həqqi şərtdir. Şəkki olanlara bu həqqin həqqi də şərtdir. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.